İstifadə edib sizə Buta Kazino haqqında qısa məlumat vermək istəyirəm. Artıq Bu reklam etdiyiniz mövzu insanlığı batırır. Siz de evinizdə uşaq böyüdürsünüz. Sizin de uşaqlar bu cəmiyyətə böyüyür. Yəni siz onsuz da xeyirli reklamlar etmirdiniz heç vaxt. Biabırçılıqlar baş verirdi. İndi bu lap dibiydi. Qutabçı Nərmin bişirərdi. Vaxtı ikən çox məşhur idi. Qutabçılıq işinə məşğul olanda peşəsinə bişirirdi, göyərti falan. Neçəyə satırdı, o bizim üçün maraqlı deyil. Amma gəlib bizə də qiymətləri çatırdı ki, məsəl üçün burada paytaxtda satılan, digər bölgələrdə satılan qutablardan qat-qat baha satırdı. Bunlardan keçəcəm. Amma bir də onu deyim ki, vaxt var idi, qutabçı kimi təqdim olunan bu Nərmin indi keçib kazinoların reklamına və deyir, pul qoyun, pul götürün, pul qoyun, pul götürün. İnsanlar hara pul qoymalıdır, çox yaxşı bilirlər. Sənin məsləhət və ehtiyacı yoxdur, ay qutabçı Nərmin. İndi çoxları mənə yazacaq, yazıqdır, Sara Səfura evdə bir şikəst kişini saxlayır, kişi qazidir, 2 övlad saxlayır. Sizin də övladlarınız var da, hörmətli mənə yazmaq istəyənlər. Niyə görə belə qadınlar bizim uşaqlarımızı bədbəxt etməlidir? Bax, niyə? Hə? Mən xahiş edirəm, heç kim yazmasın ki, yazıqdır. Evdə şikəst saxlayır, o qazi deyil. Birinci həyat yoldaşı qazi deyil. Bu dəfələrlə təkrarlanıb ki, qazi deyil. Nə edibsə özü-özünə edib. Sadəcə olaraq insanlara özünü belə təqdim edir ki, qazidir. Bu qadın Daxili İşlər Nazirliyi, mən sizə müraciət edirəm. Bu qadından bağlı bugünə qədər heç bir mən düşünürəm. Yəqin ki, tədbir görüləcək. Çünki bu qadın göz görə uşaqlarımızı, övladlarımızı uçuruma çağırır, dəvət edir. Pul qoyun, pul götürün kazinolarda. Sənə kim ixtiyar verib ki, sən kazinoların reklamına məşğul olursan? Dövlətin əgər bir nəyinsə reklamına qadağa qoyubsa, bu reklam etmək olmaz. Sənə kim ixtiyar verib ki, dövlətin qanunlarına qarşı çıxırsan, ay qutabçı Nərmin. Mən belə baxıram, Ramiz Mehdiyevlə sənin aranda fərq yoxdur. Ramiz Mehdiyev günahlandırılır dövlətə xəyanətdə. Mən düşünürəm ki, sən bundan da betərini edirsən. Çünki kazinoları reklam edirsən. Yenə də deyirəm, sənlə Ramiz Mehdiyev arasında fərq odur ki, sən kazinoları reklam edirsən, o da dövlətə xəyanətdə suçludur, ittiham olunur və mən düşünürəm ki, təcili, yaxın günlərdə bu qadınla bağlı, qutabçı Nərminlə bağlı hansısa tədbirlər görüləcək. Çünki dövlətin qadağan etdiyi nələrsə bu adam reklam edir, kazinoları. Pul qoyun, pul götürün, pul qoyun, pul götürün. İnsanlar bilmir pulu hara qoyub, hardan götürməlidir. Səhvəmi bağlamağa cəhd etsən, artıq bu video lazım yerlərə göndərilib. Sara Səfuradan bu qədər, heç kim məni itham etməsin.